Əziz dostlar, həmkarlar, bilirsiniz, bugün bizi hamı tanıyır, dillərdə əzbəri, amma elə vaxtlar var ki, heç bizi tanımaq istəmirdilər. İndi dostlar sevinir, düşmənlərsə lal, kar, kör olurlar. Nədəndir bu? Bu uğur hardandır? Ona görə ki, hər bir insan öz işi ilə məşğuldur. Hər bir insan öz vəzifəsinə canla, başla qulluq eləyir. Mən aktyoram. Öz tamaşaçılarıma, necə deyərlər, xeyirli, şəri, düzü, hamısını maraqlı xarakterlərlə təqdim eləyirəm. Aktyor sənəti, mən sizə açıq deyim, çətin sənətdir. Amma çətin olduğu qədər də şərəfli sənətdir. Mən çox xoşbaxtam ki, mən görkəmli sənətkarların yolunu davam eləyirəm. Sizlərə də ona görə təşəkkür eləyirəm ki, hər dəfə mən səhnəyə çıxanda məni alqışlarla qarşılayırsınız. Mən istərdim ki, bu böyük sarayı, Heydər Əliyev sarayını bir daha alqışlara qərq eləyər. Mənim üçün yox. Mənim üçün yox. Mənim müəllimlərim, təşəkkür edirəm, müəllimlərim, dünyalarını dəyişmiş böyük sənətkarların xatirəsinə görə. Adil İskəndərov, Rıza Təhmasib, Tofiq Kazımov, Mehdi Məmmədov, Hüseyin Seyzadə, Əjdər İbrahimov, Hüseyin Ağa Takişiyev, Azərpaşa Nemət, bugün çiyin-çiyin işlədiyim sənətkarları da qeyd eləmək istəyirəm. Ramiz Həsənoğlu, Firəngiz Mütəllimova, Mehriban Ələkbərzadə, Vaqif Mustafayev, Hacı İsmailov, Sənover İskəndərli, Şavid İmamverdiyev, Məbud Məhərrəmov, Mərahim Fərzəlibəyov, Cəfər Namik Kəmal, Gülşad Baxşiyeva, Valeh Kərimov, gənc nəslin aktyor kimi yetişməyində mənə dəstək olan Doğma Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran xanım Mahmudova və universitetin profesor və müəllim heyətinə bir daha təşəkkür eləyirəm. Yaşasın Mədəniyyət və İncəsənət Universiteti. Dəyərli xalqım, nə qədər varam, mən sizlərə canı dildən xidmət eləyəcəyim. Çünki sizə də indi özümə də xoş günlər arzulayıram. Mən Azərbaycan aktyoruyam. El yığışıb bu axşam, görün necə cəlal var. Mən İlham Namik Kamal, bəxtiyaram bəxtiyar.
Abəxtəvər millətim, aktyorluqdur sənətim, alqışlara alışdım, sizlər üçün çalışdım. Abəxtəvər millətim, aktyorluqdur sənətim, alqışlara alışdım, sizlər üçün çalışdım. Ucatdınız siz məni zirvələrdən zirvəyə, mən həsəd aparmadım dünyada bir kimsəyə. Abəxtəvər millətim, aktyorluqdur sənətim, alqışlara alışdım, sizlər üçün çalışdım. Abəxtəvər millətim, aktyorluqdur sənətim, alqışlara alışdım, sizlər üçün çalışdım. Səhnə mənim həyatım, səhnə xoşbəxtliyimdir, mənim xoşbəxt taleyim sizinlə birliyimdir. Abəxtəvər millətim, aktyorluqdur sənətim, alqışlara alışdım, sizlər üçün çalışdım. Abəxtəvər millətim, aktyorluqdur sənətim, alqışlara alışdım, sizlər üçün çalışdım.
Paşacanı, mənə belə gəlir ki, mən pis aparmadım da tədbiri, hə? Hə? Eşitmirəm. Necə? Bir dəqiqə. Başa düşürəm. Axı, bir-iki nəfər deyir ki, İlham Nami Kemal gəlsin, neyimizə lazımdır? Mən özü buradayım da, neyindəyim İlham Nami Kemal axı? Gəlsin İlham Nami Kemal. Eşitmirəm. Eşitmirəm. Çox sağ olun, çox sağ olun. Mənim əzizlərim, mənim həmkarlarım, qonaqlar, qardaşlar, dostlar, çox təşəkkür edirəm. Mən icazə versəydiniz, bax, bugün əsl aparıcıları dəvət eləyərdim. Yəni, onların da böyük zəhməti olub. Gülnarə Əzizova, əməkdar artist Əkbər Əlizadə, İlham müəllim, sizi ürəkdən təbrik edirik. Sizə möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.